Yenə sağlamlıq mövzusundan danışmaq istəyirəm. Xüsusən insanlar yorğun olanda, əsasla gənclər yorğun olanda, halsız olanda, yuxusuz olanda, özlərinin belə müasirləri nastroyeniya olmayanda çalışır onu bərpa eləmək üçün cürbəcür energetik içkilər içməyə və yaxud spirtli içkilər və yaxud digərləri ilə öz hallarını bərpa eləməyə çalışırlar. Yadlarından çıxardılar ki, Tanrı bizi yaradanda bizdə onları da ifraz eləyən bir orqan yaradıb bizim daxilimizdə başqa canlılardan fərqli olaraq. Onlar hamısı var, hazırdır. Biz sadəcə onlardan davrana bilmirik və fikirləşirik ki, adam əlində məsələn tutaq ki, hansısa spirtli içki, ya pivələr, ya spirtli içkilər və yaxud adam əlində o energetik içkilərlə gəzəndə daha müasir görsənir. Nəinki Allahın verdiyi təbii üsul. Məsələn, bu üsul nədir? Gülmək. Ürəkdən gülmək, dərindən nəfəs alıb ürəkdən gülmək və biz bunu müasir dövrdə anormal sayırıq, amma əlimizdə o spirtli içkilər, pivələr və yaxud digər o məhsullar və yaxud kofe içmək güya ki qaldıracaq kefimizi və bunlar inanın ki yararsız bir üsuldur. Biz necə ki insan olaraq Allahın qoyduğu yoldan çıxmışıq, yəni gülməyi daha ayıb sayırıq, amma əlimizdə spirtli içki və yaxud o energetik içkiləri gəzdirmək o şərəf sayılır. Bax, ona qədər biz xəstə olacağıq. Çalışın, ümumiyyətlə, yorğun olanda, halsız olanda, belə müasir dildə desək, gənclərin dilində nasiyeniz olmayanda həmin vaxt çalışın dərindən gülməyə. Bir gizli yerə çəkilin, əgər istəmirsə cəmaət içində, dərindən gülməyə, süni şəkildə də olsa. Qəhqəhə çəkin, gülün. Yoxlayın, görün də, əvvəlcə hələ bir yoxlanmış danışmayın.